Salam əziz həmvətənlərim. Bu gün 30 dekabr 2025-ci ildir və bayram ərəfəsidir. Yeni təqvim ilini bilirsiniz bitirəcəyik və eyni zamanda dünya azərbaycanlılarının həmrəylik günüdür və biz adətən dünya praktikasından da öyrəşmişik ki, ölkələr, dövlətlər bayram ərəfələrində, xüsusi günlərdə xalqın, millətin, az təminatlı təbəqənin gününü, güzaranını rahatlaşdıracaq addımlar atar, qərarlar verər, qiymət endirər. Amma təəssüflə qeyd eləməliyəm ki, bizdə bu mexanizm tərsini işləyir və bayrama bir gün qalmış bizim hökumətimiz, hörmətli Tarif Şurasının üzvləri toplaşaraq yanacağın qiymətini qaldırıblar. İndi bəziləri deyəcək ki, 5 qəpikdir, 10 qəpikdir. Bunun söhbətini eləmək lazım deyil. Yəni, hətta belə müdafiə eləyənlər var.